meydanı sevgi dolu İçəri şəhər festivalına ev sahibliyi edir. Tarixi İçəri şəhərin möhtəşəm atmosferində keçirilən festival sevgi, dostluq və mərhəmətə çağırışı ehtiva edir. Festival çərçivəsində xüsusi satış köşkləri də fəaliyyət göstərir. Hər biri özümə məxsusdur. Dizayn, dekor, hər bir şey özümə aiddir. Bu keramikadır. Bəli, keramikadır. Ən önəmlisi orqanikdir. Qidaya heç bir zərəri yoxdur. Bizdə ən çox Magnolia, Sponfu, bizdə ev şəraitində hazırlanan bütün məhsullar hamısı və turistlər bundan məmnun qalır. Bu nədir? Salam, xoş gəlmisiniz. Bu bizdə zəfirlərdən yığılan əl işidir. Buketlər yığırıq, bir-bir güllər yığırıq. Bir sözlə, festivalda həm ləziz təamların dadına baxa, həm də müxtəlif suvenirlər, hədiyyələr ala bilərsiniz. İçəri şəhər Qoruq İdarəsi olaraq belə qərara gəlindi ki, tarixdə, təqvimdə heç bir xüsusi konkret günü olmayan sevgi hissinə həsr olunsun bu tədbirimiz. Adından da bəllidir ki, sevgi dolu İçəri şəhər sevgiyə həsr olunur və bilirsiniz ki, sevgi çox geniş bir anlayışdır. Dostluqda, bir ananın övladına olan qayğısında, necə deyim, bir körpənin bir balaca bir pişiyi sığallamasında da özünü əks etdirir. Festivalda yerli turistlərlə yanaşı əcnəbi qonaqlar da iştirak edir. Bu da təsadüfi deyil, çünki turistlərin ən çox üz tutduqları məkanlardan biri də elə məhz İçəri şəhər olur. Qazaxıstandan dostlarımla birgə gəlmişəm. Azərbaycanı ziyarət etdik. Doğrudan da hər şey çox xoşumuza gəlir və bugün də festivala gəlmişik. Hər şey çox gözəl, səliqəlidir. Dünən Aktaudan dostlarımla gəlmişəm. Çox gözəldir. Biz Türkiyəyə bənzətdik. Mən Filippindənəm. Bakı çox gözəldir. Buranın havası da yaxşıdır. Şirniyyatlarını da çox bəyəndik. Hər kəs gülər üzdür. Festival çox gözəldir. İnsanlar gəlib görməlidir ki, həqiqətən bizim dövlətimizdə gözəl bəzədilmiş yerlərimiz var. İlk defa geldim Azerbaycan'a ve çok güzel, çok hoşuma gitti yani. Azerbaycan'ı bu kadar tahmin etmiyordum. Yani özellikle Bakü çok güzel bir şehir. Xanımınız danışa bilər. Efendim? Danışa bilər xanımınız. Danışabilir. İzin veriyor musun benim konuşmama? Tabii buyurun. 2-3 gündə arda-arda bura gəlirik, buradakı festivalı izləyirik. Dünən yox, sırağa gün burada orkestra var idi, çox gözəl ifa edirdilər. Gün boyu davam edən festivalda qonaqlar həm də canlı musiqi feyziyab edir. Turistlər oxuyur, oynayır və əylənirlər. Sevgi dolu İçəri şəhər festivalı həftə sonu öz işinə yekun vuracaq. Nigar Babayeva, Emin Tağıyev, Telesəhər.